Əziz izləyicilər, əziz riyaziyyatçılar, bugün mən sizlərlə 6-cı sinif Namazov kitabımızdan, Namazov çalışmalar yeni nəşr kitabımızdan birinci hissədən səhifə üçün izahını verəcəm. Düzü əziz şagirdlər, bu kitabımızı mən YouTube'da qarşıma çıxmadı. Bəlkə də izahı var, bəlkə də mən tapmadım. Amma düşünürəm ki, bunu mən sizlərlə çəkib paylaşmalıyam. Namazov kitabımızın video izah və yazılı izah forması qrupumuzda var. Qrupumuzu sizlərə təqdim edəcəm. Qrupumuza qatılmaq üçün aylıq ödənişimiz var. Aylıq ödənişimiz isə sadəcə 2 manatdır. Aylıq ödəniş sadəcə 2 manatdır. Hər ay 2 manat ödəməklə bu qrupumuzdan, yəni Namazovun izah və yazılı izah, video izah və yazılı izahlarından faydalana bilərsiniz. Deməli, mən sizə birinci misaldan başlamayacağım. Çünki burada 5-ci sinifdə keçilənlərin təkrarıdır, ilkin yoxlamadır. Ona görə də mən sizlərlə sonuncu, yəni 13-cü misaldan başlayacağım. Nəyə görə? Çünki birinci misal bizim vaxtımızı çox aparacaq. Hesablamalarımız var, orada əməllər sıramız var. Ona görə çox vaxtımız gedəcək. Birinci misalı sona saxlayacağım və ola bilsin ki, birinci, ikinci, üçüncünü və yaxud da hər sətirdən birini izah edib, digərlərini sizə hesaplamaq üçün verim. Sadəcə yolunu göstərim. Çünki burada hesablamamıza çox vaxt gedəcək və videomuz çox uzanacaq. 2 hissəli video eləmək istəmirəm. Çünki playlist şəklində yığanda mən hər səhifənin öz videosu olmasını istəyirəm. Deməli, 13-cü testimizdən başlayaq. Çalışacağım xırdalıqlarına qədər izah edeyim ki, sizə bu səhifədə qaranlıq heç nə qalmasın. 13-cü misalda deyir ki, Euler-Venn diaqramından istifadə etməklə tapın. Əbob 50-lə 75-in. Uşaqlar, əbob biz bilirik ki, ən böyük ortaq böləndir. Bölünən yox, bölən. Yəni 50 ilə 75-in hər ikisinin bölündüyü bir dənə ədəd, ən böyük ədədi götürməliyik. İndi baxın bura, yaxınlaşdırıram. 1, 5, 25 içərisində ən böyük hansıdır? 25'dir. Deməli, əbob 50 ilə 75-in hər ikisinin bölündüyü ən böyük ədəd 25'dir. Yəni 50 də 25'ə bölünür, 75 də 25'ə bölünür. Bu da hər ikisinin bölündüyü ortaq böləndir. Burada 16 ilə 16 yox, daha doğrusu 48 ilə 72'nin hər ikisinin bölündüyü ən böyük ədəd hansıdır? Burada rəqəmlərin içərisində görürük ki, ən böyük ədədimiz 24'dür. Deməli, əbob 48 ilə 72'nin əbobu 24 edəcək. Bunu başqa yollarla da tapırıq. İndi növbəti başqa yollarını da izah edəcəm. Sadəcə bizə deyir ki, Euler-Venn dairəsindən istifadə etməklə mən bu dairədən istifadə etdim. Üçüncüdə əbob 60 ilə 80'in ən böyük ortaq bölənini istəyir. Burada cızın içərisində, yəni dairənin içərisində ən böyük ədədimiz 20'dir. Deməli, bunun da cavabı olacaq 20. Bunun cavabı olacaq 24. Bunun cavabı olacaq 25. Bu bizim 13-cü misalımız. 12-ci misalda deyir ki 15 ilə 30 arasında bu bərabərliyi ödəyən bütün sadə ədədlərin cəmi 8'ə bölünən ən böyük rəqəmli ədəddən nə qədər kiçikdir? 15 ilə 30 arasında sadə ədədlərimiz bunlardır. Bunları silək, bizə mane olmasın. Əgər hansını qeyd eləmək istəsəz, yazılı qrupumuza qoşula bilərsiniz. Elə böyük bir məbləğ deyil. Yazılı formada izah həmin qrupda var. Növbəti irəliləyən dəqiqələrdə, növbəti videolarda sizlərə yazılı PDF-lərdə göstərəcəm. Qrupumuzda göstərəcəm. Deməli, x bərabərdir 17, sadə ədədlər deyirəm. 19, sadə ədəddə 23, 29'dur. Düzdürmü? 15-30 aralığında sadə ədədlərimiz budur. Və bunların cəmini soruşur. Bunların cəmi 36, bu ikisinin cəmi 23 gələndə 59, 29 gələndə 88,
88 və müsaade edilən 8-ə bölünən ən böyük rəqəmli ədəd 96-dır. Düzdürmü? 96 8-ə bölünür və 96-dan 88 çıxanda cavabımız eləyəcək 12. 12-ci sualın cavabımız eləyəcək 12. Bu hissələri mən silirəm yenə növbəti misala keçmək üçün. Deməli, növbəti 11-ci sualımızda nə deyir misalımızda? 9 və 12 ədədlərinin 20 ilə 150 arasında ortaq bölünənlərini yazın. İndi mən burada çox sadə bir ifadə bölünən deyir. Yəni həm 9-a bölünməlidir, həm 12-yə bölünməlidir. 9-un vurmalarını yazıram. 9 dəfə 1 9, 9 dəfə 2 18, 9 dəfə 3 27, 4 36, 5 45, 150 arasında. 20 ilə 150 arasında deyir, düzdürmü? 5 45, 6 eləyəcək 54, 7 eləyəcək 63, 8 eləyəcək 72, 9 eləyəcək 81, 10 eləyəcək 90, sonra 99, sonra 108, sonra 117, sonra 126, 150 arasındadır. Sonra 135, sonra eləyəcək 135-dən sonra 144, 144'ten 9 gene 153 edir ve bu 150'yi çeşitliğine göre olmur. Ortak bölünen. İndi bak bunu yazmışam. Bu 9 üçündür. İndi ne 12 üçün yazıram. 12 12'ye bölünür. 24 2 dəfə, 3 dəfə 36, 4 dəfə 48, 5 dəfə 60, 6 dəfə 72, 7 dəfə 84, 8 dəfə 96, sonra olacaq 108, sonra olacaq 120, olacak 132, sonra olacak 144, düzdürmü? 12 cəmdə 144. 12 cəmdə 156 eləyir və bizim şərtimiz 20 ilə 150 arasında olduğuna görə bunu götürə bilmirik. İndi bax bu 20 ilə deyilsə bu ikisi gedir. Bu gedir. İndi ortaqlarına baxaq. 36 var. Sonra 72 olacaq. 72 var. Sonra 108, 108 var. Və bir də 100 neçədir? 144 var. Bəli. Deməli, bunların ortaqları oldu. 36, 36, 72, 108 və 144. Bunların ortaqları nədir? 140. Bu şəkildə ortaq bölünənlərini yazdım. Bunu da özünüzdə qeyd edirsiniz. 9'un bölünənləri ayrıca, 12 bölünənlərini ayrıca yazıb və ortaq bölünənlərini də bu şəkildə yaza bilərsiniz. Bizə mane olmasın deyə bu hissələri silək. Bizə lazımsız olan yerlərini və keçək növbəti misalımıza. Ümid edirəm bizim 11-ci misalımızı da başa düşdünüz. 10-cu misalımızda bizə deyir ki, 120 ədədinin bölənləri içərisindən 6'nın 8'in bölünənlərini seçib yazın. 120 ədədinin bölənləri hansıdır? 120 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür, 4'ə bölünür, 5'ə bölünür, 6'ya bölünür, 8'ə bölünür, 10'a bölünür, 12'ye bölünür, 24'ə bölünür, 48'ə baxaq görək bölünür mü? 48'de 5 dəfə olmayacaq, yox. 48'ə bölünmür, 24'ə bölünür, 2'yə böləndə məsələn 60 düşür, 60'a bölünür, 3'ə böləndə 40 düşür, 40'a bölünür, 4'ə böləndə 30 düşür, 30'a bölünür, 5'ə böləndə 24 düşür, 24'ü yazmışam, 6'ya böləndə 20, 7'ye böləndə 7'ye bölünmür. Düz mü dedim? Hə, bölünmür. 8'e yazmışam bölünür. Növbəti isə 120 yazaq. 72'ye yox, bölünmür 120. İndi deyir ki, bunlardan hansı 6'nın bölünənləridir. Bölünənlər isə bax buraya yazıram. Birinci 6'nın olanlar 12'dir. 12'dir, 24'tür, 60'tır, 30'dur. İndi siz ardıcılığını pozmazsınız. Bir de 120'dir. Ve 8'in bölünenlerini soruşursa 8'dir,
24'tü, 40'tı ve 120'dir. Burada 8'in bölünenlerdir. 120 ədədinin bölünenlerini yukarıda yazabilirsiniz ve bize verilen şərtləri aşağıda yazabilirsiniz. Növbəti 9-cu sualımıza keçək. 9-cu sualımızda bize ne deyir? 9-cu sualımızda deyir ki 9-cu sualımızda 12, 28, 42, 63 bu ədədlərdən 6'nın bölünenleri. Birinci yazıram bura 6'nın bölünenleri. Bilirsiniz de bölünen nedir? Hansı ədəd 6'ya qalıqsız bölünür o deməkdir. 6'nın bölünən 9-cu misal 6'nın bölünenler buradan 12'ni seçirik. 42'ni seçirik. 18'i seçirik. Ve 84 ile 24'ü seçiyorum. Düzdürmü? Bu getdi. İkinci 14'ün bölünenleri. 14'ün bölünenleri. Demək 14'ün bölünməsi 14 2 28. 14'ün bölünməsi üçün 42. 14'ün bölünməsi üçün 56. 6 dəfə 84 budur. Ve 21'in bölünməsi üçün 21'in bölünenlerini tapmaq üçün deməli 21'in bölünenleri hansıdır? 42'dir. 3 dəfə də 63'tür. 4 dəfə də 84'tür. Bu şəkildə biz 9-cu misalımızı yaza bilərik. Bizə verilən misallar əsasında 6'nın 14'ü və 21'in bölünenlerini tapmış olduq. İndi silək, digər misallarımıza keçid eləyək. Digər misallarımız deyirəm bizim üçün asan da olar. Deməli 9'dan sonra 8-ci misalda deyir 8 ədədinin 15 ile 80 arasında yerleşen bütün bölünenlerini yazın. 15'ten sonra deyirsiz 8 dəfə 2 16, 8 dəfə 3 24, 8 dəfə 4 32, 8 dəfə 5 40, 8 dəfə 6 48. Yani 8'in 15 ile 80 arasındaki bölünenleri bu şekilde yazmaq olar. Bu şekilde özünüzdə də qeyd edə bilərsiniz. Deməli 7-ci sualımıza gələk. 7-ci sualımızda deyir ki, ədədin 6 bölünənini tapın. 6'nın bölünenleri 1, 2, 3, 3 ve 6'dır. Yani bunun bölünenleri bu şekilde olabilir. Sonra 12'nin bölünenleri 1'di, 2'di, 3'tü, 3'tü, 4'tü, 6'dı ve 12'di. Bu şekildedir. 21'in bölünenleri aynı zamanda 1'di, 3'tü, 7'di, 21'di. Sonra 17'ninki 17 sayda ədəd olduğuna göre 1 ile 17'dir. Sadece ədədin 6 bölünenini tapın. Deməli 17 sayda ədəd olduğuna göre 1 ile 17 10 bölünənlidir. Bölünən deyir bizə. Mən bölünənlərini yazıram. Bir dəqiqə gözləyin. Dəyişək biz yazılarımızı. Deməli bölünən deyirsə 6'nın bölünənləri 6'dır. 12'dir. 3 dəfə 18'dir. 4 dəfə 24'dür. 5 dəfə 30'dur. 6 dəfə 36'dır. Hər birinin 6 dənə bölünənini yazın deyirsə bu 6'nın bölünənləri. 12'nin bölünənləri 12 dəfə 1 12, 2 dəfə 24, 3 dəfə 36, 4 dəfə 48, 5 dəfə 60, 6 dəfə 72. Bu da 12'nin 6 dənə bölünənidir. 21'in 6 dənə bölünənini tapmaq üçün 21'i
Ardıcı 1'ə vururam. 2'yə vuranda eləyəcək 42. 42, 3'e vuranda 21 eləyəcək 63, 4'e vuranda eləyəcək 84, 21'i 5'e vuranda eləyəcək 105, 6'ya vuranda eləyəcək 126. Bu şəkildə yaza bilərik. Növbəti gəl görək 20 sana 17'dir. De 17'yi de eyni zamanda bəzi hissələr var, mən özüm izah edəcəm, siz özünüz yazın. Deməli 17'ni də tapmaq üçün 17'ni ardıcı olaraq 1'ə, 2'yə, 3'ə, 4'ə, 5'ə və 6'ya vurmalısınız ki, həmin aldığımız ədədlər 17'nin bölünənləri sayılır. Eləcə də 25, 1'ə vursan 25, 2'yə vursan 50, 3'ə vurursan 75, 4'ə vurursan 100, 125 bu şəkildə bizim bölünənlərimiz alınır. Mesela 50'ni yazaq 50, 100, 150, 200, 250 formasında ədədlərimizi yaza bilərik. 35 də eyni zamanda 1'ə vursan, 2'yə vursan, 3'ə vursan, yəni fərqli ədədlərə vurmaq olar. Sadəcə olaraq 6 dənə bölünəni tapmaq üçün ən rahat yolumuz bu şəkildə yazmaqdır. Məsələn, 50'ni 8'ə də vura bilərsən, 400 50'nin bölünənidir. Yəni bu şəkildə rahat bir şəkildə yazmaq olur. Sonra 6-cı sualda deyir 1'dən 40'a qədər 3'ə böldükdə qalıqda 2 alan bütün sadə ədədləri yazın. İndi 1'dən 40'a qədər 3'ə böldükdə qalıqda 2 alınan ədədlər deyirəmsə, mən 1'dən 40'a qədərsə 3, hələ ki, baxın burada mən nəyi yazacağım? İndi mən sizə yazacağım. 1'dən 40'a qədər 3'ə bölünən ədədlər yazıram. 3'dür, 6'dır, 9'dur, 12'dir, 15'dir, 18'dir, 21'dir, 24'dür, 27'dir, 30'dur, 33, 36, 39. 1'dən 40'a qədər 3'ə böldükdə 3'ə bölünən ədədlər, düzdürmü? İndi 3'ə böldükdə qalıqda 2 alınan ədədlər. 3'ün üzərinə 2 gələndə 5, 6'nın üzərinə 2 gələndə 8, düzdürmü? Qalıqda 2 alınan ədədləri qeyd edirəm. 9'un üstə 2 gələndə 11, 12'in üstə 2 gələndə 14, 15'in üstə 2 gələndə 17, 18'in üstə 2 gələndə 20, 23, 26, 29, 32, 35, 38 və 41. Düzdürmü? 1 ilə 40 arasında olan ədədləri 3'ə böldükdə qalıqda 2 alın. Bax 39 getdi. 41 söhbəti yoxdur. 2 alınan bütün sadə ədədlər yazın 40'a qədər. 3'ə böldükdə qalıqda 2 alınan bütün sadə 40'a qədər deyirsə 38'ə qədər götürə bilərik. Sadə ədədlərimiz olacaq 29, sadə ədədlərimiz olacaq 23, 17 və 11. Aydındır. Deməli bunlar bizim necə ədədlərimizdir? Sadə ədədlərimizdir. 5'i də götürə bilərik. Deməli olacaq 5, 11, 17, 23 və 29. Bunlar bizim 1'dən 40'a qədər 3'ə böldükdə qalıqda 2 alınan sadə ədədlərimizdir. Qeyd elədiyimiz ədədlər 5, 11, 17, 19, 23 və 29. Və növbəti hissədə sizə tapşırıq olaraq verimmi? 1'dən 60'a qədər 5'ə böldükdə qalıqda 3 alınan bütün sadə ədədləri yazın. Əslində bu çox sadədir. Yazarsan 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55 və 60'a qədər deyirsə 55'də kifayətlənir. 5'ə böldükdə qalıqda 3 alınan bu 58'dir, 53'dür. Hər birinin üzərinə 3 gəlir. 48'dir, 43'dür, 38'dir, 33'dür, 28'dir, 23'dür, 18'dir, 13'dür və 8'dir. Deməli 13 13, 23, 30, 33 yox. Üzr istəyirəm. 33 sadə ədəd deyil, çünki 11'ə də 3'ə də bölünür. 23, sonra 43 və 53. Bu ədədlər bizim 1'dən 60'a qədər 5'ə böldükdə qalıqda 3 alınan sadə ədədlərimizdir.
Bunu da özünüzdə qeyd edirsiniz. Sonra gələk 5-ciyə. 5-ci misalda bizə nə deyir? 5-ci misalda bizə deyir ki, deməli, bu ədədlərin 3 sadə ədədini cəmi şəklində yazın. Yazaq. 27-ni yazmaq üçün yazıram 11 üstə gələk 13 eləyəcək 4 24 üstə gələk 3. Bunlar 3 sadə ədədindir. 18-i mən yaza bilərəm də. 18-i yaza bilərəm. 11 üstə gələk 3 eləyəcək 14. 18 yazması üçün 16 2. Yaza bilərəm. 13 üstə gələk 3 üstə gələk 2. Bu şəkildə yaza bilərəm. 25-i yaza bilərəm də. 13 11 13 11 24 yox. Yaza bilərəm məsələn. Burada sadə ədəd olaraq yaza bilərəm. 7 plus 11 eləyəcək 18 plus 7. Bu şəkildə sadə ədədlərini cəmi şəklində yazıram. 53 37 38-də bu şəkildə tapa bilərsiniz. Yəni hansı sadə ədədlərdən istifadə etmək olar. Ədədin bölənlərini tapın, sadə ədədlərini müəyyən edin. Deməli, bu ədədlərin bölənlərini tapsaq, birinci 12-nin çətindən başlayıram, 43 yazıram. Bölənlərini deyirsə, 43-də yazırsınız belə. 43 bərabərdir 1 ilə 43-ə. Növbəti məsələn 37, mən də sadə ədədlər deyirəm. Sadə ədədləri müəyyən edin. Yəni bax, burada sadələr qeyd edirəm. 43-dür, 37-dir. Bunlar sadə ədədlərdir. Ədədin bölənlərini yazın deyəndə isə məsələn sadə ədədlərdə 1-ə və özünə bölünənlərdir. Məsələn yazırsan ki 28 bərabərdir. Mötərizə çəkirsən 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 7-yə bölünür, 12-yə 4 dəfə bölünür və 28-ə bölünür. Bu şəkildə misalımızın izahını yazırsınız. Mən ümumi izah edirəm. Misalı yazmaq sizlikdir. Əgər yenə də yaza bilməsəz, qrupumuza qoşulub oradakı PDF izahdan istifadə edə bilərsiniz. Qrupumuzdakı PDF izahda 1-dən tutmuş 13-cü misala qədər yazılı formada izah var. Məsələn, müəllim sizdən bunu tələb edirsə, siz bunu necə müəllimə təqdim eləməlisiniz? Hamısı məsələn burada yazılır. Misal 1 yazılış qaydası. Misal 2 yazılış qaydası. Bir şagird necə ki müəllimə təqdim eləyir, o formada həmin olan izahları yazılır sizə. Üçüncü sualda ifadədir. A bölünsün 3-ün kvadratı. Olacaq burada A bölək 3-ün kvadratı 3 vuraq 3 deməkdir. Bölək 9 bərabərdir. 20 üstə gələk olduğunda 27-dən 15 çıxacaq. Qalacaq 12. Bölək olanda bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Yəni A bərabərdir. 12 vuraq 9. 12 vuraq 9. Sonra A bərabərdir 108-ə. Və A bərabərdir 108 onda deyir, bu ifadənin qiymətini tapın. Tapaq. 108 bölünsün 2-nin kvadratı eləyəcək 4. Üstə gələk 135-ə. 108-i 4-ə böləndə 2, 7, 80, 28, 27. Üstə gələk 135. O da eləyəcək 2, 6, 162. Yəni bu şəkildə ifadəmizin qiymətini tapmaq olur. İndi ikinci misalı sizlərə tapşırıram. Yenə deyirəm, əgər yaza bilməsəz yorumlarda qeyd edərsiniz. Mən sizlərlə dəqiq bunlarla işləyəcəm. Deməli, ikinci hissədə də m-in qiymətini tapacaqsınız. Bilirsiniz artıq kublarımızı biz bilirik. 2-nin kubu 8-dir. Vurulsun m. Çıxaq. O 55-in üstə 33 gələcək. Eləyəcək 88-ə. M də bərabərdir 11. Artıq mən hər şeyini dedim. 11-ə bərabərdirsə M, 25-i vurursan 11-ə, çıxırsan 61-ini. Yəni bunu da mən sizə dedim, köməklik elədim. Ümid edirəm çətinliyiniz olmaz. Burada da yenə birincidə A-nın 3 qiymətində yazırsınız. A bərabərdir 3 olduqda A kvadratı çıxaq 5, yəni 9 çıxsın 5. 3-ün kvadratı 9-dur. Bərabərdir 4. A bərabərdir 6 olduqda 36 çıxaq 5, 31. Yəni bu formada davam edirsiniz. A bərabərdir 8 olduqda A-nın kvadratı düzdürmü? 64 çıxılsın
5 bərabərdir 59'a. Yəni bu şəkildə bunları yaza bilərsiniz. Eyni zamanda 3-cü sualda da n bərabərdir 2, 7, 15 olduqda sadəcə n-in yerinə qiymətini qoyursunuz və kvadrata yüksəldirsiniz. Burada kub da ola bilər. Məsələn, m-in kubu o deməkdir ki, m-i 3 dəfə öz-özünə vururam mən. Aydındırmı? M-in kubu o deməkdir. M-in kubu deməkdir ki, mən m-i 3 dəfə neynirəm? Öz-özünə vururam. Yəni bu şəkildə biz m-i yaza bilərik. Növbəti birinci sualımızda ümumi izahlar verim sizə. Əməllər sırasına görə birinci mötərizənin içərisində 142-dən 182-dən 142 çıxanda qalacaq 140-a. 140-a bərabər eləyəcək. 140'a bərabər eləyəcək. Silə indi bunu qələmlə yazaq. Eləyəcək 140. Qırmızı rəng. 140 eləyəcək. Bu niyə belə yazır? Bir dənə pozaq, yenidən yazaq. 140. İlahi bunu yazır. Bundan yazaq, yaxşı görək bu nədir? Qırmızı uçqayla 140'a bərabər, bu daha yaxşıdır. 140'a bərabərdir. 147'yə böləndə bu hissə 20'yə bərabərdir. İndi 17'yi 3 oranı eləyəcək 54. 54'dən 35 çıxanda qalacaq neçə? 19. 140'dan da 19 çıxırıq. 19 çıxırıq. Yəni bu şəkildə misallarımızı davam elətdirirsiniz. Ne bir oldu? Yəni birinci mötərizənin içərisində həll edirsiniz və həll etdiyiniz qaydaları əgər qrupumuza qoşulsanız yaxşı olardı ki, hesablamanın hissəsini qrupa atardınız və hər kəs orada baxardı. Növbəti burada 16'yı 3'ə vurasınız. Sonra aldığımız cavabdan 18 çıxacaq. Gəlin burada bir ikisini ardıcıl formada sizlərlə yazım. Bir kənarda yer saxlayayım və başlayaq yazmağa. Birinci sualda. Deməli birinci, bax belə yazırsınız. Birinci 140, 182 çıxaq 42 bərabərdir. Deməli 182'dən 42 çıxanda qalacaq 140. Düzdürmü? Bu şəkil bizi bir təhlillədi. 140. İkinci olaraq nə edə bilərik? 140'ı bölürəm 7'yə. Bərabər eləyəcək 20'yə. Deməli, bu mötərizəmiz bizə verdi 20. Sonra üçüncü olaraq 17'yi vururam 3'ə. Bərabər eləyəcək 51. Dördüncü 51'dən çıxıram 35'ini. Bərabər eləyəcək 16'ya. Deməli, bu hissədə 16 elədi. Düzdürmü? 5-ci 20'nin üstünə gəlirəm 16. Bərabər eləyəcək 36. Və mötərizənin kənarında bizi vuraq 6 gözlədiyinə görə 36 vuraq 6 bərabərdir 216'ya. Yəni bu şəkildə, baxın bu formada həll eləsəz sizə daha yaxşıdır və daha tez başa düşərsiniz. Növbəti çətin olan hissələrdən deyək ki, izah edeyim sizə ikinci abzasdan 4-cü hissədən. Məsələn, burada birinci bunu tapırsınız. 13 vurulsun 3'ün kvadratı 9'dur, bərabərdir. 27 2 yadda 9 dəfə 1 9, 2 dəfə də 117'dir. 255'ten 117 çıxırsınız. 255 çıxırsınız 117'yə. 15'ten 7 8. 4'ten 1 3, 1 138 ve sonra da 378'i 3'ün kvadratı 9'a böleceksiniz. Eləyəcək 6 4 dəfə 36 42. Ama bu cevapta 42 eləyəcək. Bu cevabımızı 138 eləmişdik və bunları toplayırıq. Yəni bu şəkildə sadə bir hesablamadır. Digər də birinci mötərizənin içərisində əməliyyatlar aparılır. Sonra mötərizə hesablanır və digərlərində də misallar. Elə çətin olduğunu düşünmürəm. Yenə deyirəm, çətin olsa bizlə əlaqə saxlayarsınız. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.